Burada da ufak işlettik. Ağrı gibi olan işlettik. Ağrı gibi işlettik. Ben de öyle kulak edemem kalmaz. Bir bacım kızı var. Yarım için aman güvenliydi. Ay giderim kapıyı muhtemelen kurularsın. Elə acı bütün gün qapı şuyuram, çay verim, nə bilir, derim bəsi. Yaxşı, gəlinə qayırır. Deyir ki, o da oturur benim uşağın yanında. Derim, bir tane derim. Cəmlə deyir. Əvvəl tez-tez gedirdi. Ya baxanda gedir özünü açır, orada çöndü. İndi gedirəm, baxıram, yeri yaptı. Gözünüz Baxırdı. saat neçədir? Öz-özünü yaptı. Öz-özünü yaptı, orada yıkalı. Bir saat yoxdur. Bir saat yoktu ama hele olanda dururdu ama götürdü o kadar Yoxsa gəlib o də, kadar yorğun ki. Nəysə o büyünlərim evdə yatmaq istəyir. Onda Çünki gecənin durur. Gecənin durur. Saatməyəcə deyir ki, yatmırsan yatma, oturur yerin içində. O yerdə ilərdə mən yoxdur. O da uşaqdır da. Gecəni pis yatıb, ona görə. Əsas orada ağlamasın. Sən onda biraz bədəndə narahatçılıq olanda uşaq istərsən də. Gecəni yox, gecəni arada hamur bilir, nə bilir. Qılır belə, səs eləyir. Kimliği sakit durur ya. Mən də o saat gedirəm, duz sərirəm, başını üzəri yandırır. Gözü yeri yok. Yemin nə qədər adam gəldi, getdi sizə. Gələn hamısı ana-bala bunlara həsəd aparır, ona görə. Yerində xeyriyə gəlmək Zaten derim Nuriye sadece buraya istirahate gelin. Konak kabul Yox, mən ediyor. istirahəti orada edirəm, burada edirəm. Bir təhvil yaxşı vencəldir mənim. Qardaşım, mən sana demədim, getmə, otur burada. Gəl dedim. Neden konaklar kimler böylesin? Verəm yox. Zaten tanı baxma, nə qədər tanırım. Olsun yaxşı baxılır. Necələ bir qanəfə evdə qalır, o evdə qalır. Ha. Orada qalır. Gedəndə birinci oraya gedirəm. Bize yakın değil, biraz o Ha, böyle yüksəldi. yüksələr. Nasıl qanəfə yoxdur. Yenə vaxtımda kökdürə gedirəm. Birinci oraya düşməliyim. Biz də gedəndə həmişə gedəndə. Gedirəm orada o daim qonşudur, daim birlə görüşürəm də, mənim ev orada dolarla görüşürəm. Biraz otururam, yeyirəm, içirəm, sonra gedirəm. Ben həmişə gedəndə oradan prama gedirdim də. İşi rəhmətli qoymur da. Deyir, İslam uşaqlar tarif gəlib. Beçəbeytin orada nə oturur, o gəlir. Uşaqlar düzsün gəlir. Həmişə gedirdim. Amma qaynımar vardı, balaca qaynımar vardı. O kətdəndir. Gedəndə birinci öz evlərinə gedər. Orada qala bir neçə gün, sonra gələr. Hırıldı, evlərimizdən getsəm, mən gəldim, Kuba da belə dedi. Cəhənnəmə görəcəm, 3-5 günü gəlmişəm, dədən evinməsin. Biz də onu həmişə güdürdülər. Həmişə güdürdülər. Mən başqa rayonlarında girirdim, evi altın üstün qəşə silirdim, təmizlirdim. Bir adam mənim dalınca gündər. Amma o gəl, yuxarı ayağa çıxan kimi, yuxarı çıxan kimi dalınca belə dedi. Qaynəmlə qaynım var dedim. Günah, çıxırlar. Kəmənə qalacaq. Deyirəm ki... Onlar bizə gələn deyildi. Gələn kimi girib xaldini qaçaqlar, mən orada bağlı çatacaq. Ona görə həmişə onu dalıncan adam göndərirlər. Amma məni gedirdim içəri, yoğurdum, yoğuşdururdum, səhər tezdə abad deyirdi ki, sən içərilərə bax. Şöyle süpürmə. Qonşular deyir ki, buna bax, Bakıdan gəlib, həyəti bazarı süpürdürlər. İçəri təmizlədim, həyətə də düşürdüm elə. Düşürdüm, dedim, yox, qonşular deşinləri. Qabaq mən də gedəndə həyətdə süpürdüm, evi təmizlədim, hər işlərini görürdüm.
Mən gedəndə 2 dənə qız evdəydi. Gedirdilər pambığa, qaynım arvadı da gedirdi. Böyük. Üçü gedirdilər pambığa, səhər tezdən doğurdular, gedirdilər. Günorta qayıdıb gəlirlər. Mən onlar gələnə qədər qaynımla mən elə bir rədd edirdim. Yemək, içmək, hər şey pişirildi, hazır qoyuldu. Bunlar gəlirlər, paltarlarını soyub, töküldülər, yeyib gedib yatırdılar. Çimib gedib yatırdılar. Şazan da vardı. Nahidə, Fazilə, biri sədəqə. Yox, Şazdan getmişdim mən gedəndə. Sonra Fazilə getdi, sonra Nahidə getdi. Sonra bunlar... Nahidə mənim dədəm evinin yanından küçəsində. O tərəfdə. Deməli, bunlar yatırdılar, dururdular, təzədən yenə yemək, pendirlə, qarpızla yeyirdilər. Getdilər yine akşam. Saat 4'də 5'də, 4'də da gelirdilər. Bir də akşam Bizim gəlin xəbər alıb ondan. Deyim, nətərdir, yazı. Deyə vaziyyə yaxşı, tərzi. Yaxşı. Həmişə soruşur. Zəng edib danışırdı, soruşur. Deyir ki, sonra mən bunların paltarlarını yuyurdum, eləyirdim, hamısını yad eləyirdim. Arvad da hüsələtsiz idi, səbirsizdir, bilirdim. Əgər birisi əllu eləyirdim, aparıb sərirdim. Birisi mən sərirdim, aparıb özüm sərirdim, aparıb sərirdim, gəldim. Deməli, yuxa yayırdı, özü yayırdı, özü çevirdi. Deyirdim ki, mama, nə olar, dur mən yayım da. O sən bunu bacara bilməzsən. Özü də çapatma kimi pişirirdi belə. Deyirdi, sən bacara bilməzsən. Deyirdim, bacararam da. Bir gün Esmer getmiş sonra, deyir ki, dur da dur. Az yox, siz bacarım, bizdə yuxanı nə tər pişirirlər özdə. Durma, axırı Esmi deyib, dur buradan, durdu. Esmi oturdu, sağcın qıraqlarından döküldü, belir. Görsün, yayır, bir geysə, niyə yayırdın? Deyər, bir geysə yayır, sən vermirsən, yayır. Bir dəfə rəhmətə, bu rəhmətə gedəndən sonra, buna çörək pişirdik. Allah önlər hamısı rəhmət eləsin. Çörək pişirdik, bu böyük baldızın yanı söhbət edir. Bu ədilə yoxdur, dayısar vardı. İndi güya mənə deyirlər Bərdana yay, mən Bərdana yayıb buna vermərəm, bu da yayıb oratmalı, güya mən bilmirəm bana. Bu yayı qutarına qədər birini yaydım, atdım, başladım özüm yaydım, sərdim buna qabaq, tənzili oradan baxdı, bilin. Bu səni barjı nə deyim elə, buna bax, bir dəfə qoymaz ki, bu gəlinimiz yaydığını görək ki, bu nə tər yayır. Ədilib oradan Bərdananı qutarana qədər bu Bərdananı yaydı, atdı sacın üstünə. Deyir, bunu görmədi barba. Derim, qoyurdu ki, yayam görə də. Sən bacarmazsan. Bu tişliydi. Yok, tişliydi. Başkası hiç. Ha, Просто sen işlemedi bu. Ne dedim? Bu işlemez. Ne yaparsan? Köyde.